Salam, hər vaxtınız xeyir olsun. Dəyərli həmkarlar və riyaziyyat sevərlər. Bu gün sizinlə MİQ 2025-ci il imtahana düşmüş kvadrat tənlinin köklərinin yerləşməsinə aid maraqlı bir sualın izahına baxacaq. Bizə 2x kvadratı minus 5x plus a bərabər 0 tənliyi verilib. Şərt qoyulub ki, tənliyin kökləri -1, kiçikdir x1, kiçikdir 2, kiçikdir x2 bərabərsini ödəsin. Gəlin, a-nın ala biləcəyi tam qiymətlər cəmini tapaq. Şərtə diqqət etsək, tənliyimizin kökləri -1-dən böyükdür. Birinci şərtimiz olsun. x1 -1-dən böyük, x2 kökümüz -1-dən böyükdür. Şərtə diqqət etsək, x1 2-dən kiçik, x2 kökümüz isə 2-dən böyükdür. x1 2-dən kiçik, x2 kökümüz isə 2-dən böyükdür. Verilənləri qeyd elədik, bərabərsizliyimizi həll edək. Deməli, x1 plus 1 müsbət, x2 plus 1 müsbət olduğundan onların hasili də müsbət olacaq. Sıfırdan böyük olacaq. Mötərizəmizi vurub açalım. Və tənlikdə çevrilmiş kvadrat tənliyə gətirib 2-yə bölərək minus 5 bölünsün 2x a bölü 2 bərabərdir 0. Və buradan tənliyimizin kökləri cəmi teoremizə əsasən x1 plus x2 bərabərdir 5 bölünsün 2-yə. Köklər hasili a bölünsün 2-yə bərabərdir. Və verilən aldığımız qiymətləri bərabərlikdə yerinə yazaq. x2 a bölünsün 2 üzərinə gəl, köklər cəmi 5 bölünsün 2 üzərinə gəl 1 böyükdür 0. Buradan alırıq ki, a böyükdür -7. Eyni qayda ilə ikinci şərtimizi həll edək. x1 minus 2 kiçikdir 0. x2 minus 2 böyükdür 0. Deməli, x1 minus 2 mənfi, x2 minus 2 müsbət olduğundan onların hasili mənfi olacaq. Yəni, sıfırdan kiçik götürəcəyik. Mötərizəmizi vurub açalım. x1 üzərinə gəl x2 üzərinə gəl 4 kiçikdir 0. Və köklər hasilini a bölünsün 2-yə bərabərdir. Cəmimiz 5 bölünsün 2-yə bərabərdir. Üstə gəl 4 kiçikdir 0. Buradan a kiçikdir 2 olduğunu alarıq. Və a parametri -7 2 aralığına daxil olur. Bizdən a-nın ala biləcəyi tam qiymətlərin cəmini tapın deyir. Və -7 2 aralığına daxil olan ədədlərimiz -6, -5, -4, -3, -2, -1
Aha. 0 və 1 olacaq. Və bu ədədlərin cəmi -20-yə bərabər olacaq. Deməli, cavab C variantı olur. Çox sağ olun diqqətiniz üçün.